Salam aleyküm. Mən bu Ostrov Meçdiyə bir dənə bilet almaq istəyirəm. Bu hansı tərəfdən ala bilərəm? O tərəfdədir. Onda bir dənə çox sağ olun, bir dənə gedək biletimizi alaq. Sizə də Ostrov Meçdini göstərim də. Hamıya salam aleyküm dostlar. Sizlə Johnny və bu günlər uşaqlar Xəyallar adasındayıq. Rus dili isə Ostrov Meçdi bayaq da göstərdim sizə. Deməli uşaqlar, bu Ostrov Meçdi Moskvada demək olar ki, həm uşaqların, həm də böyüklərin ən çox sevdiyi yerdir. Çünki bura çox böyükdür uşaqlar və bir çox attraksiyonlar var. Yəni Azərbaycandan da bir çox uşaqlar tanıyırlar və həqiqətən də onların da xəyalıdır. İnşallah bura gələrlər. Bəlkə nə vaxtsa varır olsam, bəlkə bir şey zət keçirdərəm də. Biletlərini də varam, bura da göndərəm. Nəysə də belə bir şey. İndi isə gedəcək bilet almağa, bəli. Sağ olsun Zevs müəllim, mən video çəkdiyim yerdə mənə zəng düşürür. Prosta biz priznavat eləmirik onu zad. Nəysə, birinci gedib bilet alacağıq. Bura görürsünüz tiket, kassa. Çox sağ ol da, mən danışdıqca sən mağını qoyursan. Nəysə, uzatmayaq uşaqlar, siz də indidən video like qoyub kanala abunə olmayı yaddan çıxartmayın. Çünki bu video çox maraqlı olacaq. Sənin mənlikini getdik. Videonun bircə dəqiqəlik saxlayırıq uşaqlar. Azərbaycan güvənilir kazinolarından biri olan Qarant Kazinoda siz də ilk depozitinizə 20% bonus qazanmaq istəyirsinizsə, ekranda gördüyünüz WhatsApp nömrəsini yazırsınız və ilk depozitiniz 20%-i götürürsünüz uşaqlar. Bonusuz yəni. Belə bir şey də deyim ki, Azərbaycanda uşaqlar bütün kazinolarda minimal depozit 50 manat, 100 manatdır. Amma burada siz 10 manat yatıraraq gün ərzində 1500-2000 manat qazana bilərsiniz. Ona görə də ya videonun altındakı nömrəyə və ya ekranda gördüyünüz WhatsApp nömrəsini yazaraq Johnny-dən gəldiyinizi deyirsiniz və 20% depozit bonusu qazanırsınız. Məncə bundan uşaqlar ən yaxşı variant yoxdur və pulu Emonla və ya kartla göndərə bilərsiniz. Onu da deyim ki, pul çıxarışları kart və Emona mövcuddur. Ona görə də şansı əldən verməyə dəyməz. Girib Qarant Kazinoya yazırsınız və gün ərzində 1500-2000 manatı qazana bilərsiniz. Getdik videoya. Deməli uşaqlar, gəldik kassanın yanına. Bir dənə zəhmət olmuş göstər. Uşaqlar, bir də onu deyim ki sizə. Baxın, Qurana and olsun deyirəm. Bilet də almamışam. Burada biri sallanırdı, biri də yerə düşmüşdü biletin. Biletin birinin qiyməti 2500 rubuldur. O da haradasa 50 manat edir. Yəni girirsən, hər bir şey içində elə bir ki, pulsuz olurdu. Cəmi 50 manada. Haradasa 30-40 dənə attraksiyon, məşdə çox attraksiyonlar var. Bunu da yerdən tapdım. İnşallah, onsuz da mən başa düşmürlər deyə rahat danışıram. İnşallah bu biletin sahibləri geri qayıtmaz. Ona görə tez göstərək, tez gedək cəmaatın biletləri ilə. Bir dənə yaxınlaş. Bu deməli parkdır, bu karusel. Karusel yəni o gizgizə şeydir. Baxın bir də uşaqlar üçün. Oranı göstər. Gəl. Yəni karusel cəmi odur. Biz amma giririk, baxın, park kupit bilet. Park meçdi. Burada bilet Skulükino. Buranı göstərsən. 2500 rubl. Bax, Qurana and olsun deyirəm. Heç bir şey verməmişim. Yerdən tapdım. Ona görə gəlin tez gedək. Zıraq aranı soxduq da 5000 rubl inşallah qabağa düşərik. Həqiqətdən də mənim bəxtim var. Bunu mən sizə bir şey deyim uşaqlar. Nəyə görə bəxtim var? Biz keçən səfər bura gələndə qardaşım giləndə düzdür girə bilmədik içəri. Çünki böyük sıra var idi. Burada gün ərzində hardasa bir 10 minə yaxın insan gəlir. Saat 6-dan sonra mümkün deyil. Yəni 3-4 saat sıra gözləyirsiniz. Keçən səfər mən burada olanda bir dənə xala var idi. Gəldi bir qıza 2 dənə biletin verdi. Yəni mən dedim ki, ay bilə, bəlkə biz gəlsəydi bizə verərdi o bilet, daha tez gəlsəydi. Və elə oldu ki, Allah insan ürəyinə görə verir. Gördüm biri yerdədir, biri aparatda qalıb. Dedim, ava götür get deyə qaqaş qabağa düşdü. Kamniye. Kamniye nə idi? Ava zammı. Mən də Rustin yaddan çıxartdım. Gəl. Deyə uşaqlar, giriş oradandır. Oradan girəndən sonra həyatınız olur pozitivdir. Başa düşürsünüz? Burada artıq açıq söhbət ola bilməz. Şey olmayacaq da. Bunu mən sənə söz verirəm adam. Buranın vəziyyəti mənli idi. Ona görə də çox uzatmayacağım bu günləri bu videonu. Arxada qız mənə baxır. Babacadır, düzdür, körpədir elə. Ona görə də onu çəkmək lazımdır. Getdik, gəl. Deməli uşaqlar, bu bizim Ostrov Meçdimizin girişidir. Hələ saat 2-dir. Buradakı növbədir, qapıdakı. Yəni içəridə millət olur. İndi onu da sizə göstərəcəm. Yəni baxmayaq ki, saat 2:02-dir. Cəmaət işdə falan olur. Baxın, indidən ucu dolur getkidə. Deməli uşaqlar, bir şey deyim. Mən fikirləşdim ki, bu biletlər də işləməyəcək. Amma şükür Allah işlədi və girdi içəri. Qızdır bu, yoxsa oğlandı? Erkəkdir bu. Mənə elə gəlir bu qızdır. Amma yox, qız deyil. Qız olsaydı sinəsi açıq olmazdı da yəni. Yəni bizi sevindirməzdilər bu qədər. Gəl. Deyə girişi buradır deyəsən. Qardirob otağı. Bir dənə buranı çək. Hələ saat 3-ün yarısıdır yəni. Gün orta cəmaət işdə olur. Mənim kimi insanlar bu saatda hələ təzə yatırlar. Gecə saat 2-də 3-də dururlar.
Ona görə də baxın ucu insanlar get-gedə doğuşur. Ona görə tez bazar girmək lazımdır ki, sıraya düşməyək. İnşallah sıraya da düşməliyik. Balaca uşaqlar bu dəqiqə ekrana baxırsa, bir dənə baxsınlar diqqətlə, haranı göstərəcəm. Hello Kitty, bu heç nə, elə belə bir şeydir. Bu da uşaqlar, şirinlərin evidir. Smurfiki, baxın. Bir dənə sıranı çək. Bax, yəni gicgicə bir yerdir. Oradakı sıraya baxın, uşaqlar üçün var. Hələ insanlar oturubdur, sıra get-gedə yığılır, uzanır. Mənə amma ən marağı gələn uşaqlar dinozavr yeridir. Baxın, orada dinozavr yeri var, indi gedəcəyik ora. Gəl bura. Bir də uşaqlar, buranın ən çox sevdiyim şeyi interyeridir. Bir də oranı göstər. Görsən Kirepashki Ninja zat. Yəni kaplumbağalar. Bəli uşaqlar, indi isə düz qorxu evinin qabağındayıq. Bura ən çox böyüklər gəlir, uşaqlar çox az gəlirlər. Bunu amma ən axıra saxlayıram. Çünki mənim indi girəcəyim yer buradır, Mauqli. Deməli uşaqlar, bir dənə zəhmət olmasa sıraya baxın. Bax, görürsünüz burada nə qədər sıra var uşu. Yəni cəmaət gözləyir ki, bura girə. Ən az bir 40 dəqiqə, 50 dəqiqə sıra gözləməlisən ki, girəsən. Ona görə də bunu ən yaxşısı ən axıra saxlayaq. Deməli, girək Mauqliyə. Yavaş, başım ağrıyır axı, bu nə belə qışqır. Hə, bura uşaqlar, kamp da, kamp. Bir dənə gəl. Alo. Hə. Hava Zarun yanındayım. Nətər ya harda səni? Bilmirsən haradayım mən. Hansar olacaq xiyar dinozavr. Billah. Ne kadar komik. Uy, buna bax. Dinozavr deyirəm, məsələn. Ya mən getdim uşaqlar, mənim işim var. Qapısı açılmır. Yox, qapı açılmır. Maşın açarı evdə qaldı, billər. Oha, sürürəm, bilirsiniz də, biraz vəziyyət pisləşibdir. Günü-gündən düşür aşağı da. Gəl bura. Nədir elə? Bu nədir, gözlə? Dinozavr X. Dinozavr yumurtası. Bax, yaxınlaşdırın zəhmət olmasa. Dinozavr yumurtası. Bura şüşə qoyublar ki, əl vurmasınlar. Ay be, çıxmır, yox, güclü qoyublar. Həqiqətən şüşəni elə qoyublar ki, yəni çıxartmaq istəsən barmağı kəsə doğru yata qırağa. Ay bilə, bax. Yeyinti var burada. Mən 2500 rubl pul verməmişəm, düzdür. Yerdən tapmışam bileti, amma yenə də. Bu əslində pulsuz olmalıdır mənim üçün. Niyə bura kartla ödəniş qoyursan sən? Belə, siz ağını çıxartdınız bundan. Bunların hamısı pulludur uşaqlar. Mənə ən ləzzət eləyən şey bu dinozavr oldu. Çox böyükdür, dəhşət böyükdür. Gəl bura bir dənə. Deyir, burada da var, atraksiyon. Bir də onu deyim ki, fikir verirsiniz ya, yox bilmirəm də. Ancaq əlimdə tuturam 15 Pro Max. Keçən səfərdə dedim ki, sizin hər dəfə bunu göstərəcəm mən sizə. Qarqaş, görməmişik iPhone, hələ təzə oturub. Risovkalanmalıyam da, başa düşsən, belədir, gəl. Gəl, arxamıza bilə. Bu nədir elə? Daragoy gost, сейчас я не работаю, потому что прохожу технически. Burada uşaq var, su ilə belə gedirsən deyəsən, gəmi ilə. Bir dənə dinozavrın başın naziliyinə bax. Bir də ora bax. O nədir? Heç də yoxdur kəmərzad. Yoxsa var. Aha de, tapdıq. Yerimizi tapdıq. Gəl. Ayda çox şey var. Oy bilə. Ona bax bir də hansıdır? Uşaq var. Mən pox yeyərəm, ona minərəm də yəni. Çünki Azərbaycanda bir dəfə o qələt elədim.
Bir də tövbə elədim. Dedim, bir də qələt edirəm elə şeylərəm. Bilirsiniz ki, belə paraşütazda da minmişəm Türkiyədə olanda. Zepsin videosundan görə bilərsiniz. Gəlin sizə göstərim nəyin haqqında danışıram. Əvvəllər ona boşqab deyirdilər, bulvarda vardı. İndi isə yoxdur. Gəl arxamca. Uşaqlar, mən fikirləşdim bu Bakıdakı kimidir, amma yox. Bu ondan da qorxuluymuş. Buna da qələt eləyərəm, minərəm. Bir dənə buna bax. Ona bax, yeşə şişəydi, onun fırlandığına bax. Gör necə fırladır onu, hə? Sənin uşaqların belə uşaq saxlayır. Ayıptır ya. Bəs istəyirəm, sən neysə ona bax necə fırlanır, ona bax. Fako, beri bak, beri. Sən boyu yerə soxur. Gəl bura, bir dənəsi var orada uşaqlar, ona minmək istəyirəm. O da biraz qorxudur, amma biraz qorxudur, çox da yox. İndi buna minirik, baxaq görəm hələ necə bir şeydir. Elə də qorxulu şey deyil, yəni 10 yaşlı uşaq üçündür. Gedirik uşaqlar, yavaş gedirik. Aha, o evlə. Bu 100% samolyot o yenəndə, bilmirəm, samolyota minənləri bilər bəlkə. Samolyot yenəndə o hiss olur, adam belə qarnının ağrına belə kayf alır da. Oy, uçurdur abi. Ay evlə. Belə bir şey deyim ki, indi test elədik və yəni elə də qorxulu deyildi. Yəni heç qorxulu deyil demək var. Prosta bir dənə qorxulu yeri var idi ki, ən yuxarıda o fırlananda bir balaca qırağa çıxırdı, adam fikirləşir ki, uçdu da adamı. Allah rəhmət eləsin, getdik qəbrə. Nəysə, bu ilk testimiz idi, normal idi. Yəni elə də pis deyildi. Burada bir çox şey var. Xram Agnyazad. Bu da uşaq var. Madagaskar idi. Nə idi var? Mauqli idi adı. Bu da oranın mağazinidir. Gəlin baxaq ki, içəridə nələr var, nələr yox. Bu nə də var? Hər yanda tutaq ki, 2 üstə gəl 1 olur 2 zad. Yəni ki, ikisinin pulunu ödəyirsən. Burada 1 üstə gəl 1 eləyir 3. Bu nə də var? Burada deyəsən artıq ödəyirsən. Nəysə, gəl belə baxaq görüm. Uşaqlar üçün belə paltarlar var. Papış. Bizim dildə papışdır da, bilmirəm. Sizin rayonlarda nə deyirlər? Bizdə bunlara papış deyirlər. Aha, bu nə deyirlər? Zaur. Bu belə uçan quş. Bu nə üçündür ki belə? Prosta, iqruşka da prosta. Ben Kemal, geliyorum. Sonra burada nələr var? What is love? Baby, don't hurt me. Ha, deyəsən ələyə taxırsan bunu. Ha. Gözlə bir daha. Oğlum bu ne lan lan? Nə deyirsən da? Fako, beri bak, beri. Sizə uşaq var, deməli, dükandan çıxaq gedək başqa bilet, mən nə danışıram, başqa maraqlı yerlər axtaraq. Burada yuxarıda bir dənə yer var, pilləkənlə qalxırsan belə. Belə qalxırsan yuxarı. Belə maraqlı, o nə də var? Amma yaxınlaşdırmaq olmuyor. Bir də ora qalxaq uşaq, baxaq ki, nədir ora? Mənə çox maraqlıdır. Deməli, uşaq var, bu bayaqları hərəkət edirdi, uğraşdı, mən gördü, özünü aktyorluğa qoydu. Deyəsən, işte, yəni mən iqruşkayam da, yəni ilişib eləmə, bilir ki... Hey! Dur görüm. Dərs ox, elə başı qarış bir dərsə. İmtahanlar yaxınlaşırdan o görə.
Bir dənə gedək baxaq burada nələr var elə. Hava, beyni çöndü bunun. Bu necə bir yerdir? Maraqlı yerdir səncə? Aleyküm salam. Sağ ol, sağ ol. Ava, sanır bu pisixdir. Hədə yaxşı qutar, gəl. Deməli, uşaq gəldi, girdi bir dənə yerə. Burada cəmadə multfilm baxır. Mən bura nə pox yerə gəldim. Bura körpələr girdi. Bir çox şeydir, necə baxır. Uşaq multfilmimizə baxdıq, doyduq. İndi isə geri içəri qapıdan. Burada artık açık söhbət ola bilməz. Все. Уилбор, не А, трогай вон это, он сейфовскую воду. О, Бэйби. Вот шуру. Мышоночек, поймаешь его? Ava, sən kimsən belə? Франк, старина, не знал, что ты так любишь читать. Давай, помоги мне тут все убрать. У нас гость. Друзья, нет времени кости греть! Хватайте их! Иди сюда! Мумий, Жиле, скорее! Что непонятного в словах «не беспокоить»? Приношу свои извинения. Так, это выходит из-под контроля. Что тут творится? Воли хватит пузырей. Отлично, думаю, мы их скоро поймаем. Хорошо повеселились, а? Ну, конечно же. Муми, как ты там, старина? Помоги ему! А то он, кажется, замотался. Почти поймал граф. Помоги, бычок. Итак, дорогие гости, это наш тренажерный зал. Здесь всем обеспечена отличная растяжка на дыхе. Молодец, Келси, ты просто стройняшка. О, спасибо, граф. Кстати, о преображении. Надо найти противоядие и вернуть этих волчат в нормальный вид. Полечу-ка вперед. Может быть, Джонни что-то нашел. Да, малыши, тут есть противоядие. Молодец, Джонни! Allah! Дорогие, спасибо, что Adımı посетили bildi. опять Трансильвания. По-моему, мы прекрасно провели время, так что если напишите маленький отзыв о том, как было весело, будет здорово. До скорой встречи! Uşaqlar, indi isə gəldi Zamok Snejnoy Korolyevi. Baxaq ki, burada nə maraqlı bizi attraksiyonlar gözləyir. Bayaqki çox maraqlı idi, dəhşət. Düzdür, mənə uşaq olduğum üçün maraqlı deyildi. Amma orta maraqlı idi, amma uşaqlar üçün daha çox maraqlı olacağını bilirəm. Siz də əgər Moskvada əyləncəli yer axtarırsınızsa, Ostrov Meşdiyə gəlib, Ostrov Meşdidə maraqlı vaxt keçirdə bilərsiniz. Gəlin gedək. الشعب السوري بالساحات للمجد بيرفع رايات عم يهتف بثلاث كلمات. Deməli, uşaqlar gəldi kinoteatra. Çox güclü açıqımız var, bilirəm, biraz qeylər oxşuyam heç. Amma nəysə, idarə edər. Belə normal açıqdır məncə. 5-də kinodur deyir. 5-də nə olduğunu bilmirəm.
İşte yəqin stol falan əsib edir də belə bir şeydir. Nəysə, gözləyirik, qoy başlasam, baxa görüm inşallah. Bu nə vaxt başlayacaq? Uşaqlar, girdiklərimdən ən maraqlısı budur. Çünki 3D-dir. Düzdür, siz bunu 3D görmürsünüz. Çünki açki taxılıbsınız. Adamın üstünə suzad vururlar. Aha, bu nədir? Allah. Uşaqlar, çıxdıq kinomuzdan da. İndi gedirik başqa bir əyləncə tapmağa. Deməli, uşaqlar, kinodan çıxandan sonra burada bir dənə güzgü yer var idi. Dedi, şeydir. Zerkalna prostranstvo belədir. İndi Azərbaycan nə deyilə bilməm. Nə deyirdilər ona? Nəysə də hər yan güzgü olan bir yerdir. Əvvəl Bakıda da var idi. İndi deyəsən yığışdırıblar. Mən bildiyimə görə 7-8 ildir yığışdırıblar onu. Dedi, giriş haradasa buralardandır. Yəqin burada solda falandır. İndi gəlib baxacaq görüm oradadır, yoxsa yox. Uşaqlar, gəldik, girdik güzgülü yerə. Gələ çaşmayaq. Burada çaşmamaq üçün ən yaxşısı. Yəni görürsünüz güzgünün üstündə hava yeri gedin. Deməli güzgünün üstündə uşaq gördüyünüz kimi ləkələr var, adam bilir. Düzdür, arada bir adam çaşır. Elə bilirəm ora ava bura haradandır. Bax gözlə bir dəqiqə. Bu nədir? Ava, hə, bu iki tərəfli yer deyirsən. Görürsü çaşdım bax. Buradan haradansa gedirik, aha. Beləsinə də yeri var. Buradan da aradan da yeri var. Bura güzgüdür. Əlimi belə qoyum qabaqda. Ağzım zadım girər. Biabırçı. Ay, gözlə. Aha deyə buradan kruqdur. Hə, bura boşdur. Bura, hava yox, bura da güzgüdə. Hə, beləsinə fırlanmalıyıq. Beləsinə fırlanmalıyıq. Aha, gözlə görüm, hava çıxış hardandır. İtdim uşağı var. Dəhşət itdim, gözlə. Hava bu, ay, bu əsl adamdır. Deməli, gözlə. Hava gözlə görüm, bilmək olmuş, çətinləşdi. Allah'ın da olsun, çox çətinləşdi. Deməli, uşaq var, gedirik hələ ki, çıxışı tapa bilmirik. Çıxış hardadır burada? Bunun içinə zibil bilə, tapamıram çıxışı. Girdim arasa, burada ilişdim, qaldım. Hava gözlə görüm. Ya, bura tupikdir. Burada tupikdir. Tut tupik. Hava gözlə görüm, bu nədir? Hava çıxamayacaq, edəyəsən buradan. Oğraşdı, ilişdik, qaldıq. Yenə bura gəldik, çıxdıq. Mən burada necə çıxım? Gözlə görüm, buradan çıxış tapamayacaq deyəsən. Çıxış haradadır burada? Yox deyə burada çıxış. Bu nədir? Tupikə girdik. Hardasa buralardadır yəqin ki. Hə, deyə buradandır deyəsən. Bura başqa yerdir. Burada olmamışıq. Siz uşaqlar, mən buradan çıxış tapana kimi bir dənə xahiş edirəm, video like qoyun. İtmişik, qalmışıq, bilə sahabımız, yiyəmiz yoxdur. Elə gedirik. Aha, deyə, hə, çıxış tapdıq. Şükür Allaha, Allahım, bu günləri də gördük. Всё, мы на выходе, qaqaşım. Deməli, uşaq var, burada VR-la, yəni gözlük var, gözlüyü taxırsan belə, gedirsən, çox realistik olur yəqin ki, ona görə. Görürsünüz, baxın, gözlərinə taxıblar VR-ı, sürüşürlər özləri üçün. Burada VR parkdır. Deməli, uşaq, bunların tualeti belə maraqlıdır. Görürsünüz, mujskoy tualet, jenski tualet, yəni kişi üçün də qadın üçün. Belə əyləncəli, şəkilli falan, maraqlı bir şeylər ediblər, sağ olsunlar. İnşallah, yaxın bir vaxtda Azərbaycanda da belə bir yer gözləyirik. İnşallah bizim biznesməndə bir dənə uşaqlar üçün belə səviyyəli bir yer açsınlar. Və inanıram ki, yaxın bir vaxtda açacaqlar. Bu videoya baxandan sonra motivasiyanı mən vermiş oluram. Ona görə də 20% hissəsi mənimdir. Yaxşı, keçirdi adıma qardaşım. Şəllər. Deməli dostlar, gəldim Turtves mağazininə. Burada dediyim kimi, bayaq var dedim, ikisini alırsan birini hədiyyə verirlər. Burada bir dənə maraqlı bir şey gördüm. Baxım aşağıda da var, aha var. Deməli uşaq var, nə edirsiniz? Göstərim indi sizə. Deməli uşaq var, bu necə bir termosdur, onu sizə başa salım.
Baxın, buradan içirsiniz belə, açırsınız içmək üçün. Məsələn, evdə portağal var, ya limon var, tutaq ki. Arxa hissəsini açırıq, prosta limonu ortasından sıxırıq və ya portağalı sıxıb, təzədən buradan açıb, rahatcana içirik. Yəni, çox əla bir şeydir məncə. Çünki bilirsiniz, mən özüm də əvvəl məşq eləyəndə həmişə limonu da sıxmaqdan əlim gic olmuş da. Dənəsi tökdür içinə, nə edir? Burada dənə problemi yoxdur. Prosta ortasını sıxdın, getdi limon içinə vəsə içirsən. Məncə bundan 2 dənəsini götürəcəyik, birini də hədiyyə versinlər də, qabağa düşək. Qaqaş, bu ekonomiyadır, ekonomiya. Qabağa düşün belə hərəkətlərdə. Uşaqlar, Turtves mağazinində belə maraqlı dəftərlər, termoslar var oğlanlar üçün. Baxın. Belə. Ooo, Shredder bax. Kim baxıbsa Turtves'e bilir. Bu nə robotdur, elə mənə çatmır. Nə olan şeydir belə? Просканируйте штрих-код на входном билете, чтобы узнать свою судьбу. Şey danışır da, mənim gələcəyimi danışır. Deməli, burada nələr var? Nickelodeon, Ostrolmekdir. Buradan da termoslar falandır. Mən termos heç vaxt daşımıram, ona görə özümə almıram. Belə bir şey alıram, çünki tez-tez limonlu su içirəm. Hardasa 9 manat eləyir. Burada belə stakanlar var. Sonra nələr var? Bu nədir? Belə başa düşmədim. Hə, şəkil qoymaq üçündür. Bu breloklardır deyəsən. Maqnitdir, hə, xavadenka vurmaq üçün. Burada səviyyəli köynəklər var, ha, səviyyəli köynəklər. Köynəklər istəyirəm. Düzdür, uşaqlar üçün də, amma yenə də böyük üçün olsaydı özümə alardım bir dənə belə bir şey. Bu başqadır. Prosta yox, çox pisdir. Silinəndir. Baxaq buna. Bu da silinəndir. Yox, uşaqlar, köynəklər düzdür. Belə normal şəkilləri falan var, amma çox tez gedəndir. Qiymət də ucuz olacaq ona görə də. İndi hava yeri getişin demək, 40 manat nədir? Bu tez gel şəkili. Yox, baha qoyub o uşaqlar. Köynək həqiqətdən baha qoyub var. Burada belə sumka. Gangster qaqaşlar üçün Ninja Warrior. Kepka. Bu qədər yəni. Deməli, uşaqlar, acından öldüyümüz üçün tez bazar gəldik pizza yerinə. Düzdür, salat falan da var, amma qəşəng yer oxşuyur. Yuxarıdan oturmaq olur deyəsən. Belə bir yerdir, yemək yeri. Baxın, bu da Ostromekdən yuxarıdan görünən mənzərəsi. Uşaqlar, o qədər acı idim ki, bir dənə pizza qaldı, indi yadıma düşdü ki, video çəkim. Əslində göstərməli idim ki, nə zakaz eləmişəm falan. Bir də belə kola, Rich kola, yəni mənə kimi Rich oğlanlar üçündür. Belə bir makaron yeməyi. Şu pizza qutarıb indi yadıma düşür ki, bəli, mən yeməkləri çəkməliyəm. Deməli, uşaqlar, gəldik Şirin Babanın evinə, Şirin Baba mağazinə. Burada biznes qurub. Deməli, baxın uşaqlar, burada deməli, stakan, şariklər, qablar, paltarlar var uşaqlar üçün. Yəni, uşaqlar, bu videonu çəkməkdə məqsəd odur ki, siz də Moskvaya gəlirsinizsə, yəni, maraqlı yerlərə gələ bilərsiniz. Məsələn, Ostrov Meşidi kimi. Hələ ki, bu ilk yeridir sizə göstərdiyim. Keçən səfər də, məsələn, Moskvaya gəlib, necə maşın götürə bilərsiniz falan, elə bir videolar çəkmişəm. İ butonunda və ya videonun altdakı linkdə olacaq Moskvada çəkdiyim bütün videolar. Ona görə də, yəni, dediyim odur ki, Moskvada gəlirsinizsə %100 Ostrov Meşdiyə, yəni Xəyallar adasına gəlməlisiniz. Bir də onu deyim ki, uşaqlar sizə, deməli bir yerdə tapmışam, qış aylarında və ya yay aylarında fərqi yoxdur. Gəlmək istəyirsinizsə, burada akvapark var, bağlı akvapark. Əgər istəyirsinizsə, onun da videosunu çəkim sizə və adresini göstərim. Onda zəhmət olmasa bu videoya 10.000 like qoyursunuz. Yeni videolarımız gəlməyə davam edir. Deməli, uşaqlar, xoşuma gələn
Bir bu köynək oldu. Qiyməti deməli qiyməti 499 rubl, hardasa 9 manat falan. Bu da Ostrov Meçidinin düz girişindədir. Yəni içəri girəndən sonra, bileti vurandan sonra bütün mağazinlər var burada. Hello Kitty, nə bilim dinozavr falan hər bir şey. Deməli baxın burada dinozavr sumkaları, nə bilim termoslar falan, köynəklər. Mənə bir qara köynək, bu da qəşəngdir. Bu da deyəsən 499 rubuldur. 699 rubuldur bu. Deməli uşaqlar bir dənə belə bir şey götürməyə fikirləşirəm. Hardasa nə qədər edir? 899 rubl. 16 manat falan edir. 16-17 manat. Köynələr ya 8 manat, 9 manat. Bayaq bilmirəm nə qədər dedim. Amma 8-9 manat edir. Bir dənə belə bir dəftər götürdüm. 149 rubl. Hava düşdü yerə, belə pol çıxdı. Əzildi. Əzildi. Deməli uşaqlar bir dənə belə dəftər götürdüm. 149 rubl qiyməti. Bir dənə yəqin belə uzun qol götürərəm. Bir də köynək falan da nəsə futbolka zat. أنا بهم أهل واحد لسفل مرح ولا كبس على